Salam əziz şagirdlər. Bugün keçirilən 9-cu sinif buraxılış imtahanına düşən belə bir sual verilmişdir. Hansı ki şagirdlər bu sualı işləyə biliblər. Toplularda qarşımıza çıxan bir sualdır. Sadəcə olaraq sualın mahiyyəti şagirdlərə tam olaraq aydın olsa da, burada bir nüans var ki, hansı ki bu nüans bizdə 2023-cü il 11-ci siniflər üçün keçirilmiş buraxılış imtahanlarında da istifadə edilmişdir. Yəni biz hazırda bilmirik ki, sualın cavabı nə şəkildə qeyd olunmalıdır ki, biz buradan bu sualdan tam olaraq bal götürə bilək. Gəlin baxaq sualda bizdən nə tələb olunur. Deməli bizdə belə bir trapesiya verilib. Trapesiyanın iti bucağının tənböləni çəkilib. O zaman bilirəm ki, bura alfadır, tənbölən olduğundan bu da alfadır və çarpaz bucaqlara görə bu da alfadır. Və bunun oturacaqları uyğun olaraq 7 və 28-dir. Onda məndə burada 7 olur. Çünki burada verilən bu üç bucaq bizdə nədir? Bərabər yanlıdır. Oturacaq bitişik bucaqlar bu da alfadır, bu da alfadır. Daha sonra bizə şərtdə qeyd edilib ki, bu üç bucaqlar nədir? Oxşar olmalıdır. Oxşar olması üçün burada 2 dənə alfa var. Gəlin burada da bir alfa yaradaq. Bəs o alfa bu bucaqdır, yoxsa bu bucaqdır? Bunu bilməliyik. İlk öncə yoxlayaq, bura alfa yazıb. Bura alfa yaza bilmərəm. Niyə yaza bilmirəm? Çünki trapesiyanın bu iti bucağı 2 alfadır. Burada isə mən kör bucağı 2 alfa yaratmış oluram. Eyni bir bucaqdır. Birində kör bucaqdır, birində iti bucaq. Belə bir şey ola bilməz. Ona görə mən gətirib burada alfanı bu bucağa yazmalıyam. Yəni bura alfadır. Mən burada nə aldım? Verilən bu üç bucaq da bərabər yanlıdır. Çünki bura alfadır, bura da alfadır. Onda bu da nə olmalıdır bizdə? Hər hansı bir x olsun. O zaman mən buna da x deyərəm. Çünki bərabər yanlıdır. İndi isə oxşarlığı tətbiq edərəm. Götürək bunda alfanın qarşısında nə var? 7 var. Bölünsün. Burada alfanın qarşısında nə var? X var. X-ə nisbəti. Bərabər olmalıdır. Bu bucağın qarşısında burada x var. Burada isə bu bucağın qarşısında 28 var. Buradan alıram ki, x kvadrat bərabərdir 7 vur 28 və x-i də mən buradan tapıram 14. X 14'dür. Baxın, mən burada nə yazdım? X-ə yazdım 14. Mən buradan indi nə aldım? Belə bir üçbucaq almış oldum. Bu şəkildə bir üçbucaq alındı və bu üçbucaqda nədir? Bura 7'dir, bura 7'dir, burada nədir? 14'ə bərabərdir. Bəs biz görməliyik ki, belə bir üçbucaq mövcuddurmu? Varmı bizdə belə bir üçbucaq? Bu bizdə sual yaradır. Bunu da yoxlamaq üçün biz üçbucaq bərabərsizliyindən istifadə etməliyik. Üçbucaq bərabərsizliyi bəs bizdən nə idi? Üçbucaq bərabərsizliyi o idi ki, üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən böyük. Hansı ki, gəlin o tərəfi 14 götürək. Tərifə görə nə olmalıdır? Bu 14 bizdə digər iki tərəfin fərqindən böyük. 7 və 7'nin fərqindən böyük. Yəni 0-dan böyük. Cəmindən kiçik olmalıdır. Kiçik bərabər ola bilməz. Kiçik olmalıdır hökmən şəkildə. Onda 7 və 7'nin cəmindən kiçik olmalıdır. Amma mən burada nə alıram? 14'ün 14'dən kiçik olduğunu almıram. Buna ən maksimum halda baxsaq bərabər ola bilər. Yəni mən burada nəyi göstərdim? Göstərmiş oldum ki, verilən bu şəkildə üçbucaq nədir bizdə? Mövcud deyildir. Çünki tərəfləri 7 və 7, oturacağı 14'dür və göstərdik ki, üçbucaq bərabərsizliyinə görə bu şərt bizdə nə edir? Ödənmir. Və uşaqlar gəlib, bu şərti yoxlamayıblar. Buranı 14 tapıblar. İmtahan həyəcanı, vaxt çatışmazlığı və gətirib bunu 14 tapanda x-ə də gətirib yazıblar 14. Çünki hər ikisi 14'ə bərabərdir. Və bunun perimetri 7, 7, 14, üstəgəl 14, 28 və 28. Bunları cəmləyib yazıblar, cavabı 56. Lakin bu şərti, bu üçbucağı yoxlamadığından biz gördük ki, elə bir üçbucaq mövcud deyildir. Yəni bir tərəfdən biz almış oluruq ki, belə bir trapesiya nədir? Mövcud deyildir. Amma şərtdə bizdən trapesiyanın perimetri soruşur. Əgər trapesiyamız
baxsaq ki, mövcud deyilsə, onun perimetri də mövcud deyil. Hazırda sual altındadır ki, uşaqlar cavabı 56 yazıblar. Düşünürəm ki, 10%, 20% şagird heç yoxdur ki, bu sualın cavabını belə bir trapesiya mövcuddur olaraq qeyd eləsin. Görək uşaqlar, görək bizə bunun cavabları açıqlananda nə kimi təqdim olunacaq. Ümid edirəm ki, siz də hər biriniz imtahandan uğurlu nəticə ilə qayıtmısınız və hər birinizlə həyatınızda uğurlar arzu edirəm.